Geniş meydan. Geniş meydan. Bu meydan ne soyuq müharibələr, nə də mətiyyələr üçündür. Bakı internet televiziyada öz öhdəsinə düşən bir işi görür. Bu meydan sizlər üçündür. Gəlin, sözünüzü deyin, probleminizi bölüşün. Bu meydan da siz, buyurun, gəlin, deyin, danışın, eşidəcəklər, mütləq eşidəcəklər. Gördüyünüz şəhər görüntüləri Cəlilabad rayonunun Göytəbə şəhərindəndir. Bu mənzərələri gördükdə adəti üzrə nə şəhərin abadlığından, nə də yeniliklərindən danışacağıq. Əziz tamaşaçılar, bu şəhər görüntülərinə diqqətlə baxın. Ümummilli liderimiz Heydər Əliyevin portretləri şəhərin bir neçə yerində qoyulub. Amma necə? Göytəbə sakinlərindən olan bir neçə şəxs ticarət obyekti tikdirən zaman həmin obyektə Ulu Öndərin şəklini yerləşdirmiş Mürsəlov Mirşamil Miradiroğlu həmin şəxslərin tikintisinə qadağa qoymuşdur. Görəsən, bu səlahiyyəti Mürsəlov Mirşamilə kim verib? Azərbaycanın yeni tarixinin yaradıcısı olmuş Ulu Öndərimiz Heydər Əliyevin portretlərinin şəhərin müxtəlif məkanlarında düzgün olmayaraq belə biabırçı şəkildə yerləşdirilməsinə Cəlilabad rayon İcra Hakimiyyətinin reklam şöbəsi nəzarət etmirmi? Xoş gördük sizi, hörmətli Bakı News tamaşaçıları. Bugün sizin görüşünüzə tam başqa aspektə yanaşılmış bir mövzu ilə gəlirik. Biz hal-hazırda Cəlilabad rayonundayıq və bu rayonda bir neçə qanunsuz faktlarla rastlaşırıq. Bizə Cəlilabad rayon sakinlərinə bir neçə insanlar qanun pozuntularının hər hansı bir yaşayışın zəminində olan hüquq pozuntularına bağlı şikayət ərizəsi yazıblar. Və bu ərizəyə əsasən də biz bu sakinlərin yanına gəlmişik və araşdırması üçün də bacardığımız qədər faktları açmasına şərait yaradacağıq. Bu baxımdan da Cəlilabad rayon sakini Yariyev Ramiz bəyi də dinləyək. Ramiz bəy, siz, belə deyək, sizi narahat edən durumlar var və bu durumlar da ən azından bir neçə şəxslərin dələduzluğu, onların hüquq pozuntuları və belə deyək də Cəlilabad rayonunda hər hansı bir məkanda insanları rahatsız etmək, onların asayişini pozmaq, onların gündəlik qayğılarına biraz da qayğı artırmaq, biraz da narahatçılıq yaratmaq kimi halları ilə müraciət etmişsiniz və biz də istəyərdik ki, özünüz də bir qədər yəni sizi narahat edəcək durumlara açıqlama verəsiniz. Buyurun. Cəlilabad rayonunun Üstəpə kənd sakini, hazırda Cəlilabad rayonunun Ağdaş kəndində yaşayan Yariyev Ramiz Qədiroğlu. Nəzərinizə çatdırıram, Göytəbə şəhərində Mürsəlov Mirşamil Miradiroğlu hələ uzun illər bundan öncə o Əlkiram Ümmətovla əməkdaşlıq edib Tanışmağan Respublikasının yaradılmasının bağımlarından olmuş və eyni zamanda rəhmətli Heydər Əliyev cənablarının hakimiyyətə gəlməsinin qatı əleyhdarı olur. O, belə, artıq indi ondan çox müddət keçib, o keçib başqa bir varianta. Oğlu Mürsəlov Mirəjdər Mirşamiloğlu, yəni Mirəjdər Mirşamiloğlu 1978-ci il təvəllüdlüdür. Demək 8-ci ay 98-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən elektrik cəryanı vurması nəticəsində həlak olması 190 sayılı hərbi hissənin 537 nömrəli məktubuna əsasən bildirilir.
Lakin buna don qeydilmə yolu ilə müxtəlif saxta sənədlər əldə etmiş Mürsəlov Mirşamil oğluna şəhid adı və özünə isə şəhid ailəsi statusunu əldə etmişdir. Bu da müxtəlif arayışlar var. Xahiş edirəm, arayışlara diqqət yetirilsin. Cəlilabad rayon icra hakimiyyətinə təqdim olunmuş, hərbi komissarlıq tərəfindən təqdim olunmuş arayışdır. 21-8-ci ay 2006-cı il tarixdə. Bundan əlavə, demək, ikinci bir arayış. Burada göstərilir, yəni, güya həlak olub. Üçüncü bir arayışda isə göstərilir, şəhid olub. Üzr istəyirəm, şəhid olub. Bunlar bir-birinin tamamilə ziddinə olan arayışlardır. Şamil Mürsəlov bunu necə, hardan, nə tər əldə edib bilmirəm. Cəlilabad rayon məhkəməsinin 20-si, demək, 7-ci ay 2009-cu il tarixli qətnaməsinə əsasən, demək, Ələkbər Ələkbər, məhkəmənin sədri Ələkbər Ələkbərov qohumçuluq əlaqəsi Şamil Mürsəlov Mirşamil də özünün deməsinə əsasən qohumçuluq əlaqəsilə üstünlük vermiş və o Mürsəlov Mirəjdər Mirşamil oğluna 3 nəfər yalançı şahidlərin ifadəsi əsasında güya oğlu Mirəjdər Mürsəlov odlu silahdan öldürülməsinə dair qətnamə çıxarmış və onun şəhidliyini təsdiq etmişdir. Bu tamamilə yanlış bir qərardır. Mən bunu belə bir vətəndaş olaraq belə hesab edirəm. Bu Azərbaycanın tarixinə xəyanətdir. Bu Azərbaycanın cənab prezidenti İlham Əliyevin çiyninə qoyulmuş ağır bir yükdür. Bu cinayətdir. Azərbaycan Respublikasının prezidentinin belə bir məsuliyyət altına salmaq da, atmaq da, qoymaq da tamamilə yəni, həm qanunla qadağan hesab edilməli və həm də xəyanətdir. Mən bunu belə hesab edirəm, həmin yəni, saxta sənədlərin əsasında. Eyni zamanda mən çoxsaylı müraciətlərim olub, yəni Mürsəlov Mirşamilin barəsində demək 3-6-cı ay 2013-cü il tarixdə çoxsaylı müraciətlərimdən biri də budur. Yəni onun bütün əməllərini açıqlamışam cənab prezidentə və onda təşkilata yəni ünvanlamışam. Eyni zamanda 21-ci ay 2015-ci il tarixdə son axırıncı müraciətim olubdur. Həmin 190 saylı hərbi hissənin yəni Mürsəlov Mirəjdərə hansı tapşırığı verməsin, hərbi tapşırıq verməsin və s. və axır. Məhkəmənin eyni zamanda zəruri məhkəmə istintaq hərəkətlərinin yerinə yetirməməsi və s. və axır. Yəni tamamilə bunlar hamısı qanuna ziddir, qanuna uyğun hesabı etmirəm. Tamamilə cinayət ediblər. Ümumiyyətlə Azərbaycan tarixinə xəyanət olunur. İkinci bir Mürsəlov Mirşamil Miradil oğlu Cəlilabad rayonunda bildiyimiz kimi 20 yanvar hadisəsi heç bir insident baş verməmiş. Əgər vermiş olsaydı mən bilərdim. Çünki mən həmin dövrdə mən daimi Cəlilabad rayonunda hərəkət eləmişəm. O şəxsən Ələmdar Məmmədovla keçmiş prokurorla və keçmiş məhkəmənin sədri Ənvər Seyidovla daimi bir yerdə olmuşuq Cəlilabad rayonunda. 20 yanvar hadisəsi heç də baş verməyibdir, olmayıbdır tamamilə. Amma Mürsəlov Mirşamil özü kimi və özünə oxşar məmləkət Məmmədova kimi dələduzları və digər özünə oxşar dələduzları ətrafına toplayaraq 20 yanvar əlilləri cəmiyyətini yaratmış və eyni zamanda özünü həmin təşkilatın sədri göstərdirmişdir. Bu da özbaşınalıqdır, bu yəni özünü. İkinci bir əlavə bir faktı sizin nəzərinizə çatdırım. O cümlədən şəxsən cənab prezidentin nəzərinə çatdırmaq istəyirəm və dünya ictimai və eyni zamanda onu müdafiə edən yuxarı orqanların nəzərinə çatdırıram ki, siz heç olmasa Mürsəlov Mirşamilin dələduzluğuna uyub cinayət etməyin, etdiyi cinayəti də heç olmasa hərəkət göstərib həmin saxta şəhidlik statusunun ləğv olunmasını təmin edin. Bu Azərbaycanın tarixinin təmizlənməsinə sizin böyük töhfəniz olmuş olardı. Mən bunu belə hesab edirəm və inanıram. Xahiş edirəm, diqqət edin, atmiyətlə qoymuşam burada. Şamil Mürsəlov sanki qanunverici orqan olaraq
o özündən Zərfə Əliyeva adının küçəsini, yəni öz yaşayış evinə veribdir. Yaşadığı küçəyə veribdir. Zərfə Əliyeva adına rəsmiyyətdə heç bir küçə yoxdur Cəlilabad rayonunda. Bütün bunları xahiş edirəm, yəni diqqətlə saxlanılsın. Əlavə olaraq nəzərinizə çatdırıram, yəni şəxsən cənab prezidentin nəzərinizə çatdırıram. Mürsəlov Şamil Miradiloğlu, yəni şəxsi alkoqol içkilər qəbul edərək, şəxsi maşını ilə, yəni o vaxt verilənə görə 011 markalı maşın olub, yük maşınına çarparaq, qıçısınmış və müxtəlif xəsarət almaqla xəstəxanaya yerləşdirilmiş, müalicələr almış. Lakin həmin qıçının sınığını 20 yanvar hadisəsi ilə əlaqələndirib, güya 20 yanvar hadisəsində, yəni əskərlər tərəfindən sındırılmışdır. Bu tamamilə yanlışdır. Mən çox xahiş edirəm, bütün Azərbaycan, şəxsən cənab prezidentdən xahiş edirəm, o cümlədən bütün Azərbaycan xalqından xahiş edirəm. Bu sahəyə göz yumulmasın, bu məsələlər diqqətdə saxlansın və qanuna müvafiq cəza tədbirlərinin görülməsini biz xahiş edirik. Çox sağ olun, diqqətinizə görə minnətdarım. Bu qəbir Böyük Vətən müharibəsi illərində şəhid olmuş naməlum əskərlərin birinin qəbridir. Bax, izi də bilinmir. Belə qəbir burada sayılacaq qədərdir. Hətta bəziləri sındırılıb da. Bir baxın, vətənimiz uğrunda, bütövlük uğrunda şəhid olmuş naməlum əskərlərin qəbirləri tanınmaz haldadır. Hətta zir-zibil sirkab içərisində. Görürsən, Cəlilabad İcra Hakimiyyəti bütün bunları görmürmü?